Məaz ibn Cəbəl peyğəmbərin səhabəsi olub. Deyir, mən Təbuk müharibəsində idim. Peyğəmbərin ömrünün sonlarında bir müharibəsi olub, Təbuk müharibəsi. Demək olar ki, axırıncı müharibələrdən biri olub. O müharibədə deyir, peyğəmbərlə bir yerdə idim. Hava çox isti idi. O qədər isti idi ki, adamın bədənin yandırırdı. Deyir, gəldim peyğəmbərin yanına, dedim ki, ya Rəsulallah, olar sizə bir söz deyim. Peyğəmbər buyurdu ki, bəli, buyur, soruş, nə deyirsən de. Deyir, mən dedim ki, mənə bir əməl öyrət, məni cəhənnəmdən qutarıb cənnətə aparsın. Yəni, qısa konkretdə dahi uzatma mənim üçün. Bəzi yerlərdə var ki, Peyğəmbər buyurdu ki, sən məndən çox böyük şey istədin. Çox böyük şey istədin. Bəzi yerlərdə var ki, Peyğəmbər buyurdu ki, nə zirəng adamsan. Nə zirəng adamsan. Yəni, gör, nə istəyirsən məndən? Adam var, gəlir, qoyun istəyir, quzu istəyir, dəvə istəyir. O istəyib, Peyğəmbərdən də belə şeylər istəyir. Ya Rəsulullah, biraz imkanım zəifdir mənə. Peyğəmbər onu da verərdi. Adam var ki, Peyğəmbər ona, məsələn, 2 dənə quzu verib, o 2 quzunun sayəsində böyük bir təsərrüfat sahibi olub. 2 dinar verib, o 2 dinarın nəticəsində böyük bir dükanların sahibi olub, ticarətin sahibi olub. Tarixdə var belə hallar, əfsuslar olsun, bəzilərinin halatında var ki, deyirlər o şəxs sonra day namaza gəlmirdi. Qılırdı, amma day namaza gəlmirdi, deyir. Peyğəmbər sonra onu namaza çağırardı. Sonra deyir, adam göndərdi ki, get ona de, zəkat versin, zəkatdan da imtina elədi. Həzrət Peyğəmbər buyurur ki, çox qısa bir şey istədin məndən, mən də sənə qısa bir söz deyirəm, ona əməl etsin, cəhənnəmdən qutarıb cənnətə girəcəksən. Dedi, nə də ola? Dedi, gündəlik vacibi namazlarını qıl, boynuna düşən vacibi zəkatı ver, bir də Ramazan ayı gələndə oruç tut. Bunları düzgün, dürüst yerinə yetirə bildin, qutardı, sənə zaval yoxdur. Zəkat var boynunda ver. İndi düz daha bunlar şəriət məsələlərdir. Zəkat 2 cürdür. Zəkat, müstəhəbbi zəkat var, vacibi zəkat var. Müstəhəbbi zəkat müstəhəbdir. Yəni, o ki, sədəqə deyirik biz, o müstəhəbbidir. Amma bir də var vacibi zəkat. Vacibi zəkat 40 qoyunun olsa birini verməlisən. Onun da şərtləri var. Şəriətdə, fiqhi risalələrdə şərtləri var ki, gərək otlaq sahələrdən çox qidalansınlar bu heyvanlar, sən özün xidmət eləməyəsən. 30 malqarı olsa, inək olsa, dana olsa, birin verəsən. 5 olsa dəvə, onun birin verməlisən. Taxıl olan, məsələn, bəziləri sual verir ki, zəkat vacibdir mənə. Bəziləri zəkatla da xumsu qarışdırırlar. Xums ildə bir dəfə olar, 5-dən 1. Qazanıb xərc etdiklərindən artıq nə qalıbsa onun 5-dən 1-i. Qazanmışam 10.000, xərcləmişəm 9.500. İlin tamamında 500 əlimdə, cibimdə artıq qalıb. 100-ün ayıracaqsan. Bu xumsdur. Amma bir də var zəkat. Zəkat ayrıdır. Zəkat malqarıya gəlir. Dediyim kimi 30 inəyin biri, 5 dəvənin biri, 40 qoyunun biri. İstəmirəm burada şəriət məsələlərini deyim. Sadəcə elə yüngül fərqin deyim ki, möminlərin əksəriyyəti bilirlər, bilməyənlər də bilsinlər. Zəkat gəlir taxıla, kişmiş, xurma, zəkat bunlara gəlir. Arpa, buğda, 4 dənə dənli bitkilərə. Onun da nisabı var, həddi nisab. Həddi nisab yəni 850 qramdan, daha doğrusu kilodan artdı, Allah yolunda verəcəksən. 20-də 1-dir, 10-da 1-də 1-dir. Əgər baxır, yağış suyu ilə sulanıbsa və yaxud da özün suvarmada zəhmət çəkmisənsə, birində 20-dən 1-dir, birində 10-dan 1-dir. Taxılın yoxdursa, malqaron yoxdursa, bunlar da vacib deyil. Sadəcə müstəhəbbi arada sədəqə çıxartsın, o başqa şey. Ki, Ramazan ayında çox tövsiyə olunub. Ki, Ramazan ayında çoxlu sədəqə verin. Çoxlu Allah yolunda malınızdan infaq eləyin. Bir-birinizə iftar verin və acları yada salın ki, elə Ramazan ayının əsas da mahiyyəti bundan ibarətdir. Həzrət Peyğəmbər buyurur ki, Allaha ibadət elə, Məaz ibn Cəbələ deyir. Deyir, Allaha ibadət elə və ömründə ona bir kəsi, bir şeydə şərik qoşma. Gündəlik namazlarını qıl, vacibi zəkatı ver, Ramazan ayında orucun tut, ibadətvi elə, şərik də qoşma, bəli, onda Allah səni cəhənnəmdən xilas eləyər və buyurar ki, buyur,
mənim cənnətimə. Nəsəlukəllahumma və nəd'uk bismikəl azimil a'zam əl-a'azzil əcəllil əkrəm. İlahi və Rəbbi, günah və xətalarımızdan qələmi əfv çək. İlahi, mərhəmət və məğfirəti üzərimizə nazil elə. İlahi, bu ayın xeyrindən, bərəkətindən bizi binəsib eləmə. İlahi, iltimasa dua eləyənlərin duaları ilə bahəm bu cəmində dua və hacətlərin qəbul və rəva elə. Muhammed və ali Muhammeddən dünya və axirətdə bizi ayrı salma. İlahi, xəstələrimizə tezliklə şəfaya acil mərhəmət elə. Əsirlikdə olanlar, sıxıntıda olanlar, hamısının işlərinə fərəc, inayət elə. İlahi, bizi ibadət itaətündə müvəffəq bəndələrindən qərar ver. İmam Zaman ağanın zuhurunda təcil qərar ver. Ağanın nurlu cəmalının ziyarətini hamımıza nəsib elə. İşğal altında olan torpaqlar